Pasiyentdə progenial çənədir, alt çənə çox önədir, üst çənə isə çox arxayadır. Dişlər olsaydı burada böyük bir qaydada overjet dediyimiz, yəni yuxarı dişlərlə aşağı dişlərin arasındakı ara məsafə olacaqdı. Burada indi sagital müstəvidə olacaq təbii ki. Burada indi bu hissələrə implantlar qoymağı düşünürük. Yuxarı tərəfə implant qoymuşuq. 2 gün keçib üstündən pasiyentin istəyinə uyğun olaraq biz implantları bir yerdə eləmədik və yuxarılar budur. Pasiyentin üzündə bir şiş görmürük, bir şey görmürük. Yara budur. Yuxarıda bilmirəm 6 ədəd deyəsən implant, 6 ədəd qoyduq. 6 ədəd implant qoymuşuq yuxarıda. Üzdə şiş filan budur. Burada bilmirəm. Bir narahatlıqlar evdən nə oldu deyə bilərsiniz. Narahatçılıq heç nə, biraz şişkinlik oldu, ağrı elə bir. Şişkinlikdir 2 gün keçibdi. Şişkinlik buna deyirsinizsə, budurmu şişkinlik? Yəni burada varmı şişkinlik? Ağrılar filan dözülməz idi. Yox, heç bir deyərəm ki, elə bir gücdə 8 gün tablet qalxmışam, qalan tabletlər də qalır evdə. Ağrı kəsici bir dənə istifadə etməlidir. Sonra ehtiyac qalmadı. Demək yox, birinci gecən kimi atdım, birini də axşam yatanda atdım. Vəssalam gecə saat. Ondan sonra ehtiyac qalmadı. Ehtiyac böyle elə də qalır. Nə kimi sıxıntı keçirdiniz o keçən dəfəki əməliyyatımızda? Heç bir sıxıntı olmadı. Sadəcə bir tərəməyim oldu. O da təbii ki, məndə var. Hə, sizdə hə, o heç o başqa. Bir də deyəcəydim ki, yəni sizin kimi həmişə siz də qulaq asıb gəlmisiniz də kənarda, yəni bu işi görənlərə. Bax, nə tər o insanlara sizin məsləhətiniz nədir? Məsləhətim odur ki, yəni mən bu doktoru, siz doktoru güvənmişəm, izləmişəm və kommentlərdə də oxumuşam ki, çox tərifləyirlər. Bir neçə nəfərdən də soruşmuşam, deyiblər çox gözəl. Allah köməyiniz olsun deyirik. Bir dənə baxın. Sizə arxalanıb gəlmiş. Çox sağ olun arxalandığınız üçün. Bir dənə yuxarıya baxaq, yara yerlərinə belə baxırıq. Yara böyük açsa, ağzı böyük açsa, yara yerləri belə bir vəziyyətdir. Bax, belə. Təzə yaradır bu. Tikişlər səliqəli atdırıb, hər hansı bir atan tikişimiz yoxdur filan. Nəsə biz başlayaq aşağıya, oldu mu? Başlayaq.